yaxınlarda Seyid Yəhya Bakovinin Şəfa əl-Əsrar kitabını oxuyurdum. Orada 2 sitat diqqətimi cəlb elədi. Deyir ki, əgər alim zəlil olarsa, aləm zəlil olar. Alimin zilləti aləmi həlak edər. Və biz Məhəmməd Peyğəmbərin həyatına da baxanda orada görürük ki, o hər bir sirlərdən agah idi, amma yenə Rəbbindən ona əmr gəldi ki, elm istə, elm öyrən. Demək ki, bizim dinimiz öyrənməyə, elmə doymur. Bizi hər zaman ona səsləyir. Amma bir məsələ də var, bir incə nüans. Biz burada əyləşmişik, verili çəkirik, amma bəlkə dünyanın başqa bir yerində artıq yeni kitablar çapdan çıxır. Yəni, biz hal-hazırda məlumatın ən ifrat olduğu, ən çox olduğu bir zamanda yaşayırıq və bu qədər kitab içində, bu qədər əsər içində biz gənclər nəyi oxuyaq, necə oxuyaq? Elə bir zatın adını çəkdiniz ki, Şəfa əl-Əsrar. Bəli, Bakov bir böyük alim. Əslində, alimlərin mesajları insanı dirildən nəfəsdir. Həqiqi alimlər cəmiyyətin gerçək memarlarıdır. Quran-ı Kərimdə Rəbbimiz alimlərlə bağlı Allah'tan ən çox qorxanın alimlər olduğunu söylüyor. Əslində, İslamın alim dediği zat, əxlaqı həm də gözəl olan insandır. Yəni, əxlaqı cəhətdən tərəqqi etmiş bir alim, bir fizik, bir kimyager, eyni zamanda həyatın digər sahələrindəki mütəxəssislər nə qədər çox mənəviyyata, ruhaniyyətə, əxlaqa aid dəyərlərlə zənginləşiblərsə, onlar qurduğu, icad etdiyi, inşa etdiyi mədəniyyətdə də əbədiyyət qazanırlar. Gənc nəsil deyirsiniz, informasiya çox bu dünyamızda sel kimi axıb gəlir, böyük bir filtrə ehtiyac var günümüzdə. Bəli, doğrudur. Dünənki nəslin bəlkə də kitab oxuması üçün çətinliklər var idi. Bəzən bir kitabxanaya getmək. Bugün əlinizdəki bir telefonla istənilən dünyanın istənilən bir yerində bir kitabını çıxarıb PDF-indən oxuya bilirsiniz. Yəni, tərcümə olunur, tərcüməsindən oxuya bilirsiniz. Çox rahatdır. Neyi oxuyaq ancaq? Bəli, biz Peyğəmbərimizin də həyatına baxdınız. O, Hira mağarasında əslində ilk vəhi orada gəlir, oxu hökmü olaraq. Bir gənc olaraq, gənc nəsil, gənclik də 15, 35, 40 arasında Azərbaycanımızın gənc nəsili deyəndə bizim ağlımıza Qarabağı fəth edən bir ordu gəlir. Dəmir yumruğu o qüvvətləndirən, gücləndirən, Qarabağ üçün o ateşi söndürən, Qüdsü qanlarından vaz keçməyi bacaran, canlarını can bazarına aparan, şəhadət şərbətini içib könül dünyaları ilə Rəbbimizə huzuruna yüksələn o insanları görürük. Gənc nəsil biz burada görürük. Azərbaycanın əslində gənc nəsili inanırıq ki, sabah Nobel mükafatını ölkəmizə mütləq getirəcək. Niyə də gətirməməlidir? Bugünkü gənc nəsil sabahın Azərbaycanımızın elm, irfan, kültür, mədəniyyət daşıyıcılarıdır. Bu gənc nəsil çağımızın, zəmanəmizin səhabə şuurunu daşımalıdır. Nəyi oxumalıdır? Təbii ki, o nəslin əlində mütləq Quran olmalıdır. Quran olmalıdır ki, qura bilsin, inşa edə bilsin. Quranla zənginləşməli. Və bu gənc nəsil ölkəmizin tarixini, mədəniyyətini, irsini çox dərindən öyrənməli. Sadəcə tariximizə şahid olsun deyə yox. Biz şahid olmaq üçün yox. Gələcəyimizi qurmaq üçün, istiqbalımızın qapılarını daha açıb, Azərbaycanın bugün Qarabağda, Xanın kəndində ucalan o üçrəkli bayrağını elmin dağlarında, elmin vadilərində, dünya mədəniyyətinin ali zirvələrində onu dalğalandırmaq bugünkü gənc nəslin ən böyük arzusu, amalı olmalıdır. Hesab eləyirəm ki, nə qədər ki bizim bu Azərbaycanımızın hər qarış torpağı altında təbii ki bir vəli yatır, bir mürşid yatır, bir alim var. Bəli, bu xalq böyük bir xalqdır. 2 əsr olsa belə bu millət ağacına böyük baltalar vuruldu, amma kökü çox sağlam olduğu üçün yetişdirdiyi bu nəsil 21-ci əsrdə inşallah Azərbaycan dövlət gəmisini böyük dəryalarda batırmadan daha böyüdərək Azərbaycanımızı bu istiqamətdə yəqin ki oxuduqları, onların bilikləri yəqin bu istiqamətdə daha möhkəmlənəcək. Arzum budur, əslində görmək istədiyimiz bir gənclik var Azərbaycanımızda. Həm milli dəyərlərə, həm mənəvi dəyərlərə sarıla. Nə oxuyacaq? Təbii ki, dediniz dünyanın fərqli yerlərində daim kitablar çıxacaq. Bu mütləq müəlliflər öz əsərlərini çap edirlər, dünya bazarına çıxarırlar. Amma hər kəsin bir seçim qabiliyyəti var.
adamlar və bilirlər ki, məsələn, filan müəllifi mən oxuya bilərəm. Çünki o müəllifi oxumaqla onun sətirlərindəki cümlələr bizi yetişdirir. Onun bəlkə də bir ildə yazdığı bir əsəri bir 15-20 gündə, bir ayda oxuyub tamamlayırıq və onun bir ildəki o yazdığı əsər əslində onun 5 il, 10 illik ömrünün məhsuludur. Yəni gənc nəsil çox hazır bir məhsula çatır və oxuduqlarıyla daha böyük məsafələri qət eləyir. Belə cümlə söyləyək ki, Quran iqra əmri ilə başladı. Əkməltu lekum dinakum. Bugün dininizi tamamladım deyir. Deməli, bugün dediyiniz kimi bir gənc oxuduğu zaman ağlının divarlarını aşıb, bu dünyanın hüdudlarından aşıb, metafizik aləmi aşıb çıxmalı və kainatı varlıq aləmindən seyr edib bu dünyanın nə qədər kiçik olduğunu görməlidir. Əgər insan oxuduğu zaman dünyanın kiçikliyini, kainatın kiçikliyini, aləmlərin əslində balaca olduğunu, Allahın böyük olduğunu görə bilirsə, o əsərlər insana bu ruhu, bu üfüqü açıb, bu qapıları, pəncərələri göstərə bilirsə, bəli, bu əsərlərin müəllifləri ilə dost olmaq, nəfəs alıb vermək, bəli, o əsərlərə əslində yaxşı mənada sirdaş olmağa dəyər.